Salam, sabahınız xeyir olsun. Bugün biz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə əlilliyi olan uşaqların sağlamlığının qorunması layihəsinin 14-cü təlim gününü yaşayırıq. Bu 14-cü təlim günündə biz yürüyüş kolleksiyasını öyrənəcəyik. Aynur xanım bu barədə sizə geniş məlumat verəcəkdir. Bundan əvvəlki təlimlərimizdə biz renkləməni öyrəndik, müəyyən qədər yürüyüş kolleksiyasını öyrəndik və bu günlərim artıq bizim 2 nəzəri təlimimiz qalır, bir də axırıncı həm praktik tədbirimiz qalır, eyni zamanda qiymətləndirməniz olacaqdır. Xahiş edirəm, hər biriniz vaxtında gəlin ki, sonuncu günlərimizi də tam şəkildə, doğru şəkildə biz istifadə edə bilək. Biz artıq təlimimizə başlaya bilərik. Sözü bizim hörmətli həkimimiz Aynur xanım Əhmədovaya verək və təlimin vaxtı keçmədən təlimimizə davam edək. Uğurlar hər birimizə. Sabahınız xeyir. Deməli, xanımlar, bugün sizdən Tərin xanım danışdığı kimi ancaq nəzərdən danışalım, yəni söhbət edəcək. Hər bir ananın hansı ki uşaqlarını gətiriblər və bura nə görmüşəm, onların bir-bir və bir ananın uşağı digərinin də, digər ananın onun təcrübəsi olur da, düşdünüz. Hərənizin öz uşaqlarınızda tövsiyələrimi, sonra onların yeriməkdə problemlər, hansı problemlərdən nədir, səbəb nədir əslində, niyə yerimir, hansısa. Məsələn, sizdə oturmayan yoxdur da, maşallah şükür Allah, hansı oturur. Amma sizə yenə də otura bilməyən, niyə otura bilmir, nədən başlamaq lazımdır, bunların necə korreksiya olunmalıdır. Baxın, burada, məsələn, keçən dəfə analardan biri dedi ki, bəs biz bunların problemini bildiyi yaxşı, amma onları bizə göstərdik ki, biz onları necə reabilitasiya edəyək. Yəni, bir dərs, 2 dərsin mövzusu deyil, uzun bir dərsdir. İnşallah gələn layihələrimizdə onu edəcək. Ən azından istiqamət verdik ki, məsələn, sən tutaq ki, valideyn uşağına buna diqqət edəcəksin. Çünki siz evdə də məşğul olursa uşaqlarınızla. Bilirəm ki, deyirsiniz ki, bütün gün idman eləyək, evdə bütün idman alətləri var. Hətta bəziləriniz elə ki, buraxmışsınız uşaqların başına keçək, professional olan deyil də, yenidən belə buna özədən düşmüşsünüz, ona da başa düşürəm ki, sizin psixoemosional vəziyyətinizdə və s. Amma əsla düşməyin. Bu düşmən sizin gördüyüm uşaqlarınızda hamısının bir gələcəyi var, həqiqətən var. Heç vaxt bilə bilməzsiniz ki, bir ildən sonra uşaqların bu fiziki vəziyyəti necə olacaq. Və bir düşünün ki, bütün tədbirlər, bu qədər bizim bu layihəmizin əsas məqsədi oldu ki, uşaqlarınızda gedən bu fiziki qüsurlarının qarşısını daha da get-gedə alınması, yəni ki, ikincili ortopedik defektlər, ikincili problemə yaranması bu bir də get-gedə onların həmin bu fiziki qüsurlarının səviyyəsinin aşağı düşməməsi. Yəni, məhdudiyyətli uşaqlarınızın bu fiziki məhdudiyyətləri olmalarının aşağı düşməməsi, yəni indiki vəziyyətdən ən azından indiki vəziyyəti qalması, bəzisi irəliləməsi, bəzisi heç bu vəziyyət. Çünki düşünməyin, onlar həmişə uşaq qalmayacaqlar da, yəni onlar böyüyəcəklər, siz bu olmayacaqsınız nə vaxtsa, yəni hansısa bir problemləriniz olacaq sağlıqla, hər zaman onlara qaldırıb sala bilməyəcəksiniz ki, uşaqlar ən azından özünüzlə normal ilərləmək. Bütün bilik və gücünüzü artıq buna səfərbər eləməlisiniz. Reabilitasiyalara gedirsiniz, yaxşı, çox gözəl reabilitasiyalarda mütləq şəkildə sizin uşaqlara bir yardım olur və nəticəsini gördükcə daha da davamlı gedirsiniz. Bəzilər dediyim kimi yorulur, uşaqlar yaşları böyükdür, pəs edirlərdi, amma etməyin. Amma sizin də evdə dəstəyiniz lazımdır. Dediyim kimi, necə ki, sağlam bir uşağın bütün idman seksiyalarından yararlanır, nə bilim, kurslara gedilər və s. Uşaqlara da belə bir vaxt ayırmaq lazımdır. Sadəcə olaraq onlara bir reabilitasiya yaparsın, bir də evdə onun evdə özünün cədvəliniz olmalıdır. Sizin rahatlığınız üçün ki, nə qədər uşaqların fiziki bacarığı yaxşı olacaqsa, məhdudiyyəti azalacaq, o qədər də sizin üçün rahat olacaq, yəni. Siz özünüz üçün bir də düşünün ki, siz olmayanda onlar necə olacaqlar, bax olar. Mən sizə burada bir sual verəm. Bax, siz özünüz qeyd edərdiniz ki, bu uşaqlar böyüdükcə, bizim də yaşımız artırlar və təbiidir ki, uşaqları hər dəfə qaldırmaq, uşaq da böyüdükcə çəkisi artırır və bu müəyyən qadın xəstəliklərinə də gətirib çıxardır ki, sallanmalar, onun əyrilikləri və bunu uşaqları daha böyük olanlar
hiss edirlər artıq. Yəni getdikcə də hiss edəcəklər. Biz nə etməliyik ki, analar da reabilitasiya olsun? Onlar üçün, analar üçün bizim belə bir təlimimiz ola bilər, yəni qısa müddətli bir seminar şəklində onların necə sağlamlığını qorumaq, necə qorunsun misal, necə duruş qaydası, necə götürsünlər uşaqları, ayaqları hansı vəziyyətdə qoymalıdırlar, onurğa nə səviyyədə əyilməlidir və belə onlara bir təlim keçirməlidir özlərinə. Mənim bunu bir yazın, özünüzə nəzərdə saxlayın, analar üçün belə bir təlim edərik. Özünüzün bir də mısırla idiomator çalışma var. İdiomator çalışma nə deməkdir? Siz beyninizlə, məsələn, tutaq ki, uşağı qaldırırsınız, bütün gücünüzü beyninizə verirsiniz, o zaman heç nə hiss eləmirsiniz. Mən onu edirəm, məsəl üçün, suyu qaldıranda, mən deyim sizə necə edirəm, heç kim, mən burada durub kimə deyəcəm ki, gəlməm suyu, işıq reva yoxdur da, bizdə gəl o, 19 bitirdim o, gətir, qoy, nədir o, dispensera, mən heç biri qoymuram qızlar, çünki onlar zədəliyirlər. Mən idiomator çalışıram. Bu idiomator çalışma məndə bir 10 illik falan belə var da, ki, reabilitasiyanın daha akademik səviyyədə məşğul olduğum vaxtdan var. Ki, bunu da sağ olsunlar müəllimlərini öyrədir. Sadəcə beynimə verirəm gücü, sanki quş kimi qaldırıb qoyulmur. Heç bir nə qolum yorulur. Əslində, mənim də beynimdə kifayət qədər problemlərim var, kifayət qədər. Amma heç bir dəfə də olsun, yəni, məsələn, adəcə kravatı qaldıranda matraslı zat heç qoymuram yerə. İdiomator olaraq sadəcə beynimi yükləyərək qaldırıram, bir nəfəsə, nə lazımdır, qoyuyor, bir də bir şey düşür oradan, kimi onu edir. Bir də o var, beyninizlə çalışacaqsınız. Onu özünüzdə, mən bu sözü deyirəm. İstəsəniz onu bir gün ayıraq, bir dəfə, sonra bir dəfə gəlir. Bir dəfə, biraz mən çempionatımı edim, bitirim sentyabrda, çünki mən o qədər çox yükləyəm ki, yaxşı, görürsünüz, çox iskindəyəm, həqiqətən çox yorğunam. Mən də gücün çatan istəkirəm deyək. Çox sağ olun. Bax, mən indi bu çempionat, bizim şey olacaq, bu kampımız var, o getməlidir, sonra biz çempionat hazırlığımız var və mən aşırı dərəcədə tükənmişəm. Sizin də istoriyanız ayrıdır. Əslində, hər şeydə, hər bir şeyin, yəni, xəstəliyin hekayəsi var. Hər bir xəstəliyin, patologiya, qarşımızda olan artıq məhdudiyyətliyi olan bir uşaqdır, bir görgün və s. Onun həyat hekayəsi var, hadisə necə oldu, bir də var, onun xəstəlik hekayəsi var da. Əslində, sizdə də sizin hekayəniz tamam başqadır da, yəni sizdə həyat hekayəsi var, xəstəlik hekayəsi yoxdur. Çünki siz heç biriniz gedib müalicə almırsınız. Sizin heç birinizin xəstəlik hekayəniz yoxdur, mən bilirəm də, mən 12-ci ildən də analarla, belə sizin kimi analarla işləyirəm. Onların ancaq həyat hekayəsi var, yəni xəstəlik hekayəsi yoxdur. Amma onu da biz sizdə öyrədərik, yəni o da biraz dərin mövzudur, amma edərik onu inşallah. Və bu günləri demək istədiyim yürüyüş korreksiyasından ən əsası bizim istədiyimiz nədir də bu uşaqlar yürüsün və gəzsin, düzdürmü? İlkin olaraq birinci yadınıza salıraq. İndi maşallah, siniflər hamısı maşallah. Fatimə getdirəm. Ev yoxdur. Burada sizin uşaqlarınız maşallah, hamısı yaxşıdır. Yəni ki, baxırsan ki, doğrudan da yaxşıdırlar, çox şükür. Yəni, baxıram, deyirəm, çox şükür də, bax, gəzir, bu da gəzir, bu da gəzir. Çox şükür, həmişə fikirləşirlər ki, nə yaxşı ki, gəzirlər. Bəli, gəzmək çox önəmlidir də. Hamının, bütün, siz təksə sizə qoyacaqsınız. Amma əgər ki, uşağınız, uşaq yox sizinkilərdən demirəm, ümumiyyət yadınıza saxlayın. Əgər ki, uşaq oturmursa, onu gəzdirməyin heç bir mənası yoxdur. Ətrafınızda əgər, bilirəm ki, sizin bir cəmiyyətiniz var, sizin bir qruplarınız var, siz artıq, sizin uşaqlar maşallah böyüyürlər, daha balaca, təzə, iflic, fiziki məhdudiyyətli olan uşaqlar doğulacaqlar və s. Siz onlara tövsiyə edəcəksiniz. Əsla uşaq oturmuşsa, onu ayaq üstə saxlamaq, gəzdirmə, çəkdirmə mənasız bir şeydir. Bunu yanınızda saxlayın. Birincisi, uşaq oturmalıdır, birinci mübarizəni oturaraq saxlayır. Ondan sonra artıq ayaq üstə saxlayır. Yəni, bu uşaq otura bilmirsə, onun ayaq üstə durmanın mənası nədir? Heç nə. Orada da əksinə biz valyoz deformasiya formalaşdırırıq, skalyoz formalaşdırırıq, bu çanaq oyunları çıxırma formalaşdırırıq. Baxın, nə qədər bu çanaq oyunları çıxılışından əməliyyat olan uşaqlar var. Sizin uşaqlarınız arasında əgər yoxdursa, eşitmişsiniz ki, bu çanaq oyunlarını çıxırdılar, uşağa nələr edirlər. Siz belə fiziki məhdudiyyətli olan uşaqlara da.
Niyə? Çünki mənasız yeri, gərəksiz yeri gəzdirirlər uşağı. Çarpaz gəzişlər ki olur bu şəkildə. Bu uşaq gəzməyəcək də, yəni bunu sən gəzdirib daha da ikinci bir problem yaratmış. Sonra gəzə bilməyən uşağı götürüb ayaqqabısız gəzdirmək, artıq biz oturup uşaq birinci otuzdurulmalı. Reabilitasiya planımız birinci uşaq otuzdurulmalı. İnşallah gələcək dəvələrimizdə o çox maraqlı olacaq və etap birinci uşaqla otuzdurulmalıdır. Ondan sonra ayaqüstə durmanı öyrədilməlidir. Ondan sonra uşağı gəzdirməlidir. Artıq uşaq otura bilirsə, ayaqüstə durmaq öyrədilməlidir mütləq şəkildə. Bütün uşaq saatlarla ayaqüstə qalmalıdır. Ayaqüstə durmağı öyrənməlidir. Bəyəni artsın, həm dəngəsini tənzimləyə bilsin. Nə qədər uşaq ayaqüstə duracaq, o qədər çox onun yaşam həvəsi artacaq, bir şeylərlə məşğul olma həvəsi artacaq ki, bu artıq vertikal vəziyyətdə dura bilir. Yəni, ayaqüstə saxlamanız onu vertikal vəziyyətdə saxlamaq deməkdir. Sonra, burada ayaqqabısız əsla uşaq dayandırmayacaqsınız. Ayaqqabı dediyimizdə sərt ayaqqabılar geyinəcək. O, xüsusi uşaqlar üçün olan ortopedik ayaqqabılar sərt olmalı. Yumuşaq ayaqqabılarda onlar əyiləcəklər. Dabanlar, axı dəstəklərdir. Məhz o ortopedik ayaqqabılar fiziki problemləri olan uşaqlara aiddir. Yəni, bunlarda o sağlam uşaqlara aid deyil. Məsələn, bəzən sağlam uşaqlarda ki, varis deformasiyası istəndə Azərbaycandan başqa heç bir ölkədə olmaz. Rusiyada bir 20 ildir təyin olunmuş ki, burada hələ də təyin olunur, o mənası bir şeydir. O ayaqqabılar sırf çox əzələsi zəif olanda tutuqdan içəri əyilir. Sadəcə onu dəstəkləmək üçün. Və bu uşaq ayaqları əgər içər, bilirsiniz, keçən dəfə ki, bəzi uşaqlar ki, çox deformasiyadır, amma qəşəng gəzə bilir. O sadəcə dengəsini o şəkildə tarazı edir. Amma elə uşaqlar da var ki, onları götürüb əməliyyat edirlər. Əməliyyatdan sonra uşaq gəzir. Biz realitəsində olur, gəzirlər, 6 yaşı var, ayağı da çöpdür. Əzələ boşdur, gəlin deyir ki, qaynanam deyir ki, bunu gəzdir. Deyirəm, ayıb ol, bunun əzələsi var. Şey də yazıq idman elətdirən də deyir ki, bu əzələ hələ boşda, bunun nəyi var? Deyir, qaynanam ki, dur təyində bunu belə gəzdir. Əməliyyatdan sonra deyir, bunu gəzdir. Necə gəzdir? Əməliyyatdan sonra uşaqlar var ki, onlar gəzmək istəmirlər, qorxurlar. O da onları nə qədər geri salır. Bizdə natiqə var idi, natiqə ilə əgidər. Bilmirəm, düzələr yəqin, o bəzi ağrılar falan olur. Amma elə uşaq var ki, adicə mən görmüşəm ki, yastı pəncə, normal uşaqda, yəni pəncə informasiya yastı pəncədən əməliyyat olubdur, aylarla uşaq gəzmir. Qorxub gəzməyə və sonra beyin artıq o refleksləri unudur. Beyni 20 gün yoxlanın özünə gücünə, yaxşı əzələ gücü var. Sırf deyək, o öyrənir, görsün nənə necə yaxşı nənədir, götürüb özünə belə gördüm getməyir. Şvabdan qoydum anasını, anladım, arqaya gelib, bir mənə çək elərsiniz olur. Hansınız eləmişsiniz onu? Hansınız, bax, yürüyüş məşqlərini kim elədi evdə? Bax, bir dənə nənə eləyib, nənəsi eləyib, Paşaydı da. Belə yalvarım getir. Sənin üçün elə bir də arxaya getmiş. Amma arxada şeyin bir ağzı var, mənim yanımda Onlara getmədə su gətir, deyir, elə uzağını çıxdı dördü gətir, mənim canım çıxmalı, deyirəm, bəlkə, xaddım sürəsi də gəlib çıxmalı için, xədmə qayır. Bax, mən o xalamın nəvəsini deyirəm, gəl bizə pandemiya düşməyənə görə mənə reabilitasiya verəcəklər. Olacaq bir otaqda əmsi gibi qalacaqlardı, onlar gələrlər. Deməli, baxdım, bir də gördüm, bugün gəlib bizə müalicə bu şekilde gəzir, onun konkret şekilde bu dezələləri işlənir. Bu gelişə biz bunu işləyirdik. Qaz yerişi. Qaz yerişi olar. Burada tamamıyla bax, bu dört başı əzələ konkret şekilde işlənir. Uşaq dizini büküb, aça bilmir. Sadəcə bu şəkildə yellənə işləyir. Və o uşağın həmişə vestibulyar problemi var. Onun həmişə beyni dağılmış uşaq olacaq, yəni diqqəti tənzimlənməyən uşaq olacaq. Çünki bu şəkildə yeri fıstayın yellənir də, beyin vestibulyar aparat fıstayın yellənir. Bizə arxa sokaq kömək istəyir. Mən deyəm özün elə, o da bu. Biraz özün elə. Siz onları çubuq verin, adi çubuqlar var ya, o görsəniz. Ben geçen defa var idi. O çubuğu mən bir neçə ildir kəşf etmişəm. Adəsə ben 3-4 il olar mən bu çubuğu kəşf etmişəm. Bu çubuğu verirsiniz. Belə bir acicə çubuqla gəzmə, kastil yox ha. O öyle şeyləri beyinlərini yüklənin onlara. Sadəcə bu çubuqla, bunlarla bu getsin.
özünü tarazlasın. Bilin bir çubuklarla, şvabrayla, elinizdə nə var? Yox, bir dənə. Bu çubuq ən gözəlidir. 2 dənə olanda yenə də dəstək var orada. Burada dəstək azdır. Az dəstək, əsas özünə çox güc verəcək. Bunu mən deyirəm də, son illər kəşf eləmişəm, amma çox qəşəngdən birdən beynim çöndü bir uşaq var idi. Ayaqları Fukumaliya ilə doğulan uşaqdır, anadan gəlir, bir dənə əli var uşaq. Görmüşsünüz bəlkə də Ümid adında uşaq. Görmüşük, o birine gəlir. Hə, bir dənə əli var uşağın, sağ əli, всё. O birisindən barmaq da ayaqları yoxdur, yəni belə bir şey inşallah neysə o protez qoydular əməliyyatdan sonra. Axı mən bunu o qədər də ağılmışam. Ha düşünürdüm ki, hər uşağın çünki individual planı olmalı axı. Birdən belə ağlıma gəldi, də var mən deyəm, o da qızdan kömək istəyir. Götürdüm bunu qoy, dedim gəl bu çubuq tut, bu sənin anandır, tut bundan. Uşaq belə şoka düşdü, heç nə demədi. Bir başladı sonra onunla, mən başladı gəzməyə, sonra bir də baxdı ki, onun tulluq qaçır, ilk onun ortezdən sonra yürüyüşünü biz dəstəkləmişik. Zəkadan yüksək uşaq. Çox uşaq. Deməli, burada yürüyüşünü öyrənsimiz birinci ayaqqabıdan başladıq, sonra baxın, əgər ki bu uşaqda qaz yerişirsə əgər, bu şəkildə qaz yerişirdirsə, əsla olmaz ya da ki bu işlətmir, ona elə rahat. Başı bizim özümüz deməkdir, bizə nətər rahatdır, başımızı elə tutur. Bizə nətər rahatdır, əlimizi elə saxlayır. Bizə nətər rahatdırsa, yox, beyindən, o heç təbii ki, o problemdən hamısı beyin zədəsi nədir, amma nətər rahatdırsa, biz o vəzdə durub, belə çox xoşbəxt. Məsələn, adam var ki, belə çox rahat, amma bilirsən ki, düzdür, gah belə ağrıyacaq, gah ayağını, amma ona görə də bədən, beyin qəbul edir onu ki, sənə nətər rahat elə qal. Uşaq onu rahat olan bir dəyişim. Uşaqda keçirəndə başlamışam dəyişmə. Uşaq eləyir, sağlam aparın nevropatologu biraz sakitləşdiniz, yazın əsaslar uşaq. Amma belə yedir. Oğlan uşaq. Qızdır, qız. Bir tanrım, gecələr uşaq məktəb tutardı. Baxın qızlar, elə uşaqlar görəndə bu qaz yerişi deyilmez. O zaman deyil ki, dizini böyük bükəmək eləsin hər rəsm. Amma ayağının gücünlə etsin. Siz sadəcə verirsiniz ki, o heç sadəcə Sürüşürük. o eləsin, 3 dəfə eləsin. Yavaş-yavaş, özü bacarsın, 3 dəfə eləsin bu, 20 dəfə o dəfə lazım deyil. O sadəcə funksiyonal olaraq özünün heç nəyin saatında sadəcə fırlayır. Orada sadəcə klisoris yox, qida fırlanır. Sizin uşağınız eləmir onu. Bir daha çalışıb görə konsultantlardır da. Bu 3 dəfə eləsin, 3 dəfə. Əlinizlə tutun 3 dəfə sürüşməsin ayağı. Ayağının gücünü ora versin, imına pəncəyə versin, imına pəncəyə. Hərəkətləri bu sadəcə az eləsinlər, amma özləri eləsinlər. Ne olmuş ki? Olar. Sonra bu, o mütləq dörd başlı əzələrin bir bükücülük qabiliyyəti var mı? Onu bir yoxlayıyorum ki, belə gəzməsin və gəzəndə də yenə götürün, deyin ki, dizini bük, aç. Bax, məsələn, gəlin insult xəstələri görmüşsünüz də. İnsult xəstələri. Bir var ki, ptoz yeriş gəzirlər onlar, dizlərini bükürlər, pəncələrini atırlar, belə. Bir də var ki, biçmə hərəkəti, belə gəzən insultlar. Onlar fərq niyə? Onda da mərkəzi zədəlidir, insultda beyni zədəsidir. Çünki hansı insult xəstəsində ki, pəncəni açıcı, bükücü əzələlər zədələnibsə, o zaman düşük pəncə bu şəkildə, bükücü, açıcı əzələsi. Amma hansı ki, insult xəstəsində dörd başlı əzələ zədələnibdir, o dörd başlı əzələni bükə bilmir, axı budunu sağ əzələsindən gətirir bu şəkildə. Amma yeriyir. Onu biz nə edirik, onu dörd başlı əzələsində işləyirik, məsələn. Yəni, uşaqlarımızda kolleksiya alınırsa gələn mövzumuzda bunlar ciddi işləyirik onu, sizdən o mövzunu. Hər uşağın özünün aşağı bir üstü uşaq var, fərqli mövzu olacaq. Amma mən yenə dediyim kimi, bir neçə uşağı bizim birinci günlər müalicə idman dərsimiz başlayır. Hansı günlər olacaqsa, servrallar işləmə, ona sizə deyəcəm, gətirərsiniz. Bizə Yaşlarını da deyirsiniz. Mən yaşları az yaş olmalıdır.
çünki biz elə başlayırıq da, ən çox, ümumiyyətlə, yəqin Azərbaycanda da belədir, Rusiyada da belə idi ki, birinci reabilitasiya götürülür az yaşlı uşaqlar. Birinci onları götürürlər ki, onların şansı daha çoxdur da. Ondan sonra yer qalanda artıq digərlərini götürürlər və bu bir qanundur və bundan artıq valideynlər də razıdırlar. Çünki vaxtı ilə indi böyük olan uşaqlar onların balaca olub və onlara o yanaşım olubdur. Ona görə orada da bir şey ne obsujnədir. İlkin bizim daha çox kömək edəcəyimiz uşaqlar kimdirsə onları götürürlər. Birinci etapda onlardır, sonraki digərləri. Ona görə də bizdə də həm də mənim işləməyim var da, biraz ağır olurlar, mülki qaldığım sağlar bilmirəm və s. Tələbələr indi təzədir, mən işləyirəm əvvəlcə, sonra hə, bizə saat yarımı 3 uşaq lazım olacaq. Yarım saat bilir, yarım saat bilir, yarım saat bilir. 2 dərs ayıracaq ona. Zaten biz 6 uşaq götürəcəyik, proqramla belə də işləyəcəm sizə. Deməli, burada bəli, gəzə bilmir bu vəziyyətdə. Sonra uşaq götürür, bax, sürüyür ayağını konkret. O artıq gətirir, sürüyür, qoyur bu vəziyyətdə. Yenə də 4 başlı əzələ. Bunlarda mütləq şəkildə bu 4 başlı əzələ işləməlidir, mütləq şəkildə. Bax, natiqə də elə gəzir. O da 4 başlı əzələsini işte elə ki, bükməyə çalışır, o zaman aça bilmir. Çünki arxa bud əzələsi gərgindir. Amma onu əməliyyat elədilər də, arxa bud əzələsinin əməliyyatında. Kaslar rahatlaşıbdır, o gezə bilər. İndi ona sırf yürüyüş biomexanikası etmək lazım. Oturub durmalar, sizin evdə pilləkən var və siz turbalar eləmişsiniz. Oturub durmalar düz eləməli. Bax, keçən də biz nə tədbirsən? Turbalar bağlı eləmişsiniz divara. Yox, eləməmişəm. Bax, sizin bütün uşaqlarınız hamısının evinizdə olmalıdır. Uşağın boyuna uyğun olaraq ki, bir dəfəli 3 dənə, 4 dənə elətdirin ki, onlar böyüdükcə Nerede var? bəli, belə nirjaveka turbalarda arası belə, nədir bu? 50 santim olur. 50 santim aralarına vursunlar və düzgün oturub durmalar edəcəksiniz onlara. Dediyim kimi diz içəri qatlanmamalıdır, pəncə içəri. Sırf diz pəncəyə doğru ox getməli, hərəkət oxun. Belə də yox. Bu şəkildə bəzən açırlar. Bacardığımız qədər onlara necə rahatdır, elə gəzməsinlər. Necə düzgün də elə gəzsinlər, elə öyrətmək lazımdır. Siz mənim bir dənə az da olsa, yəni 20% da olsa, dediklərimi, rekomendasiyalarını götürün, evdə uşaqlarınızı edin. Sonra nəticəni mənlə bölüşür. Sizin məsələn, mən özüm bilirəm ki, edənsiniz də. Düzü tez bezi, 5-10 dəqiqə, həvəsləndirəm, babası gəl, anası gəl, ona şaq elə, heç beləsin də, ondan sonra beyin atı siz indi baxın, görün, neçə illərdir reabilitasiyaya gedirdiniz də, siz uşaqda olmuşsunuz, 3 yaşına başlayırsınız, rəzən qarşılaşırsınız. İndi mənim bu məsləhətlər meyilli bir metrə fərq olacaq. Çox fərq olacaq. Çünki əslində əsas olan budur. Bəli, reabilitasiyalarda əzələ qruplarının işlənilir, elektrostimulasiya olunur, fiziki hərəkətlər olunur, amma orada artıq yürüyüş amma mən onun dəngəsinə görə difara söküb, topla ayaqlarını da belə vurmuşam ki, özüm belə saxlamaq üçün, onun da bizə çox kömək olur. Voleybol şeyləri alın, nədir o? Basketbol setkaları da alın, belə bağlayın, atsınlar ora, o da çox yaxşıdır, öz güvəni artırır. O bir də əyib, qabağa əyilməsində belə. Onu saxlayın ki, bəzən elə olur ki, ayaqlarını fiksasiya edirsən, qabağa əyilirlər. Sadəcə əlinlə, yəni əlini işlətməyə bacarsın. Əlini işlətməyə bacarsın. Sonra yürüyüş korreksiyasında nəyə baxacaq? Bu uşaqlarda bükücü və açıcı əzələlər kiflici olur. Onlar pəncəni, ayaq pəncəni işlədə bilmirlər istər-istəməz. Ona görə də onlarda o perikardlar alınmır. Bax, normalda yürüyüş necə olmalıdır? Bir forma simiyum var. Gördük bunlar hər gələn uşaq bir şeyini qopartdı. Yanlarına gələn tələbələrin uşaqları. Hərə bir şeyini qopartdı. Hərə bir yerini qopartdı. Mən də bunları zapçast oldu. Bura şurupları zad etdi. Uşaqlarla bizlər. Amma saat yarım dərslərdə neynəsinlər. Axı, maraqlıdır da onları qurtarlıyorlar, onu vurup. Ne qədər deyirsən, ay bala, qeynə falan, mesela ne oldu? Deməliyim. Ayağım biri yoxdur. Yox, burada. Bu yeriş olanda, yeriyəndə birinci bax, biz necə yeriyirik? Daban, sonra pəncəni vururuq da, pəncə. Bu pəncəyə bütün yükümüz baş barmağa düşür. Ayaq üstə duranda, gəlin onu deyim sizə, bax, ayaq üstə durur. Ayaq üstünü duranda bütün ağırlıq düşür, bax, budun burada, budun bizim baş hissəsi, bud sümüyünü, başından aşağı biraz boyun, yuxarı boyun hissəsinə düşür. Bütün ağırlığımız
diz oynağınıza düşür və ayaq darağına düşür. Bütün ağırlıq ora düşür. Bütün ağırlıq düşür ora. Amma bu fiziki əngəlləri olan uşaqlarda isə, hərəkətlərdə, məhdudiyyətliyi olanda, onlarda bax, kimisi belə durur bu şəkildə, kimisi belə durur. Pəncəyə bütün, niyə sizin uşaqların hamısının pəncəsi deformasiya olur? Çünki onlar bütün ağırlıq düzgün salmır, bu şəkildə pəncəyə düşür. Belə. Eləsi var ki, arxaya gedir, tez-tez arxaya gedir deyə özünü saxlamalıda yıxılır. O zaman korreksiya eləmək üçün duruşunu arxa bud əzələsini gərginləşdirir. Orada başlayır spastik ayaqlanmalar. Arxa bud əzələlərində gərginliklər. Sonra hamstring sindromu, sonra bu şəkildə belə içəri gəlir. Niyə? Çünki bu da içəri bud əzələləri gərgin dediyi onu dartır içəriyə doğru, bu şəkildə gərginləşdirir. O uşaqların, hansı uşaqlar ki, hamstring sindromudur, sonra X-vari ayaq bu şəkildə budur içər, onların bel qalça əzələsi işləməlidir. Mütləq bel qalça. Keçən dəfə arzuda göstərdimə, belə kənara vurursan. Ayşənin, ağıl olun, gel buyur. Onların nə işləmir? X-vari ayaqları, mən sizə indi çox qəşəng bir enerjiyi göstərəcəm. Əlin ayağını haydi canım. Aferin. Bu öz düşmür aşağı. Sen gelip bunu özün əlinlə yesin düş aşağı. Bu sənin əlin deyil. Sən bunu beynində əli bilmirsən. Tamam. İndi sən deyilən əlini aşağı sal əlini. Okey. Ben nətər olduğunu sala bildik. İndi qaldır. İndi sal aşağı əlini. Hə. Yaxşı. Mesela sən bu əlinlə niyə bunu bəyəklar kömək edirdin ki, bu öz bəyin düşə bilmir ki? Hamısı idiomat olacaq. Bunlara başa sala bilmir o idiomat olacaq. Hamısı məşqlərlə. Tamam. Qaldır əlini. Amma sinəyə eləmək verir. Aşağı. Qaldırmaq üçün sinəyə verir. Müddət bir yerini çalışdırır. Gəl görün bura. Maması ayaqqabısını çıxardaq. Özü çıxarda bilirsən öyle. Dava çıxar. Atı əlin. Açıqsınız adam. Ne bir şey açığım var aşağı. Ayaqlar ikinci beyin. Deməli, baxın. Bax, bir qalça əzələrimiz bizim. Yok oraya ya da uşağın baş tərəfinə gedir. Uşaq ayaqqabıları həmişə belə boşalaşdırıb şirkan altına. Yaxşıdır. Yaxşı, ayaqlamayın, giyməsin sizə. Deməli, baxın qızlar, bu bir qalça əzələsi. Qalça əzələsi, bir əzələsi. Gəlir birləşir budun içəri vurmasına, içəri tərəfə. Və bu əzələ gərgin olanda, bud içəriyə doğru fırlanır, rotasiya edir və uşaq olur eks ayaq. Yaxşı, aha, bu şəkildə durur və içəriyə edir. O vəziyyətdə durduğu halda arxa bud əzələsi, o da onun kompensator olaraq gərginləşməyə başlayır. Baxın, bu uşaq yıxılmasın deyə bu vəziyyətə saxlayır özünü. Aha, indi biz bunu necə işləyirik? Baxın, bunu işləmək üçün bir cerebral heç olmamasını da baxacağım sizə. Həcərin səsi. Səsi çıxmır. Bu ildən ucu səsi çıxmağa başlayır. Sözlər deməyə başlayır. Tut orada. Baxın qızlar. Niyə bu şəkildə edirəm? Çünki bu, həmin bu qalça əzələsi, sağ əzələ burada boşda qalmalıdır. Qalça əzələsi, qalça darağından başlayır, gəlir, budun üç tərəfinə birləşir. Ona görə mən bunu qorxma, sağ aşağıya edir. Bunu aha, bu şəkildə gərginliğini götürürəm. Bu şəkildə. Bud əzələsi gərgindirsə, tay masaj edirəm də sənə, stretching. Götürürsən belə, saxlayırsan. Dəqiqəsi yoxdur onun. Öz əlimdə saxlayıram, baxıram ki, yavaş-yavaş aslarımız oldu. 15 gün, 20 gün işləyəcəksən. Bax, burada fiksasiya edirsiniz bu qalçanı. Bu vəziyyətdə saxlayıram. Bu qalça qoymaması, rotasiya olmamalıdır. Yəni, bunu fırlanmamalıdır. Qalçanı belə fiksasiya edirəm və bu şəkildə saxlayıram. Gərginliyi azalana qədər. 15 gün işləyəcəm bu uşaqla 20 gün. Sonra gərginliyi azaldıqca görürüm, əlim daha başlayır. Özü boşalır yavaş-yavaş. Bu şəkildə həm bel qalça əzələsən, bel əzələsin. Dartaraq gərginliyi götürəm. Niyə? Çünki budun içəri vurmasına birləşibdir deyə. Budu aşağı edirəm ki, onu dartsın, dartdıqca rahatlaşsın. Əzələ gərginliyi azalsın. Bu şəkildə ağrıyor şahin.
Artist deyil, yalan danışırsan. Ağlaya bilməz. Gəlin fırlan bir tərəfə, əksinə, birisi tərəfində işləyək. Özünü götürəmək, özü. Tamam, gəlin bir tərəfə. Aşağı ayaq sallanılmalı. Mütləq sallanmalıdır, belə bu şəkildə dartmalısınız. Buranı fiksasiya eləməlisin ki, o bizə o gələndə bizə o mane olur. Və popası çöldə qalmalıdır bu tərəf. Popasının bu tərəfdə hə. Bu daha rahatdır o ayaq sanki. Bizdə İsa'da o gəldiğinde mən masaj edirdim yüngülliyə. Çox qıdır gəlirdi incili. Paltarın üstündən. Qıdır gələndə koyuram. bu daha rahatdır. Amma bunu Sən ayağı daha gərgin. O həm də kabinetdə mi bir rahat? Çox rahat. İndi baxın. Bir qalça əzələsini işləyim sizin üçün. Baxın. Qalça darağını tapıram. Mütləq ayaq qatlanmalıdır 45 dərəcə ucaq. Paltarın üstündən. Çünki onların qıdığı gəlir qızlar. Paltarın üstündən qalça sümüyünü tapdım qalça darağını. Paltarın üstündən sadəcə tuturam və təzyiq edirəm bu vəziyyətdə. Yavaşca təzyiq edirəm. Toxumalar icazə verənə qədər toxumalar qalça sümüyünü kənarı. Toxuma, o zəfimiz o sikleti mənə verir, o balacanın üzü günə verəni. Bunu? Yox, Başı da gedir. baş deyil, bəs neydirəm mən sizlər? Bu qalça sümüyüdür. Özünüzə deyin olur. Kimin ki qəbzliyi var, miyolması var, fibroması var, qadın problemləri var, işləyin özünüz uzananda. Qalça sümüyünü, tapçı darağını tapdım, əlimdən yoxlayıram. Buduqlum, bucaq altında bu şəkildə təzyiq edirəm. Gözləyirəm, möhkəm təzyiq etmirəm. Toxumalar icazə verir, yumuşaldıqca dərinliyimi artırıram əlimin. Yumuşaldıqca bir də artırıram. Hər gün görəcəksiniz ki, pillər kimi yumuşaq getməyə başlar. Hər iki tərəfə. Hər iki tərəfə. Sizə belə uzanar, özünüzə Bəli, bu şəkildə mütləq 45 dərəcə bucaq altı. Niyə? Çünki baxın, bu əzələ uzanmazsa, uzun bel və qısa bel əzələsi uzundur. Amma budu bükəndə bu bir də birləşir, bax, budun içərisində. Budu bükəndə o daha yuxarıya qalxır deyə bizə daha rahat olur onu işləməyə. Ona görə. Bu şəkildə tuturam və təzyiq edirəm. Yaxşısanmı? yuxarıya doğru. Qalça daraq, qasığa doğru yox, bizə qalça sümüyü. Qalça, baxın, bu çanaqdır, bu qalçadır, bu qasıqdır, bu oturaq sümüyüdür. Biz qasığa doğru getmirik, ancaq qalça, əlimizin altında qalça sümüyü, zaten darağı əlimiz altında hiss olunur yəni. Onu heç çaşdırmaq mümkün deyil yəni. Bu şəkildə, aha, yavaşca gözləyirəm, ha vaxt ki, toxumalar yumuşaldıqca təzyiqimi artırıram. Toxumalar yumuşaldıqca təzyiqimi artırıram. İcazə verdikcə o zaman artırıram. Bir də qorxmayın, burada içi boş orqanlardır. Onların zədə falan yoxdur. Əlimizin altında olsa da reflektor olaraq yığılır, bağırsaq bir tərəfə gedir. Bir dənə uşaq diskomfort edə bilər ki, böyük bayına getmək istəyəndə qəbizliyinə çox xeyir uşaqların. Bu qalçadır. Amma bel əzələsinə isə, mən bunu işləyirdim, bu qalçam. İndi bu bel əzələsini işləyir. Bu isə göbəyə yaxındır. Haradasa göbəkdən bir 3 barmaq aralı buradadır. Buradadır. Bəli, göbəkdən 3 barmaq. Sadəcə tuturam və bu çox önəmlidir sizin uşaqlarınızın yürüşünə, yeriməyinə çox kömək edir. Çünki sırf həmin bu dediyimiz qalça əzələsidir, bel əzələsidir, budun içəri vurmasına birləşir deyə o gərgin olan uşağın budunu vurur içəriyə doğru. Artıq onun yerişini, tənzimləməyə icazə verir. Bu bel qalça əzələsində, bu əslində masaj texnikası deyil, bu osteopatiya deyil, uşaq toxuma texnikası, amma mən osteopat deyirəm də, yəni sadəcə olaraq osteopatiyadan artikulyar bir uşaq toxuma texnikaları təlim keçmişəm. Osteopat olmaq üçün 4 il oxuyursan, o başqa bir elmdir. Yəni, birdən deyirsiniz ki, osteopat həkimin osteopatdır, yox. Biabır olaraq da ixtisasını həkim, fizioterapeut, professor. 2 cərədən diplomum var. Başqa diplomum yox. O sertifikatlar onlar başqa şey. Sertifikatlar qısaslaşmalardır falan. Yəni, o başqa şeydir. O gördüyünüz sertifikatlar ayrıdır. Bir də var ixtisas, akademik təhsil aldığın təhsil başqadır. Bir varsa sən həkim müəlliməsən, diplomu üniversitə getirdin müəllimə.
Bir də getdin sonra psixologiya kursuna getdin, nə bilim, sən getdin logopediya, nəsə uşaq gelişimi tutaq ki kurslarına, amma sən akademik təhsil olaraq müəllimsən, yəni onlar sənin dopolinsini. Aha, burada bunu işlədi. Sonra bu uşaqların çanağınla işləmək, öyrətmək. Bunların hamısını inşallah Tərana xanım mütləq gələn vaxt olsa edərik. Çanaqla mobilizasiyası işləmək lazım. Bunlar çanaqla belə gəzirlər. Çanaq vurulur aşırı dərəcədə. Bir blokdadır da yəni. O çanağı işləyib rahatlaşdırmaq lazımdır. Böyük qadınlarda da var elini. Çox adamlar. Şəhərlə bana çox var. Burcular Ən çox qadında görmüşüm. Nərmin adamında. Çox da büyük. 15 seans, 20 seans eləyin. Verməyəcəksiniz ki, deyim ki, bir seansda 20 manat verəcəm, 7 kilsə eləyəcək, özünüz eləyəcəksiniz də. Baxar rahatlaşana qədər, əlinizə görəcəksiniz ki, uşağın yerişini dəyişdiyini görəcəksiniz siz. Burada biz sizdən alıb gələn təlimimizdə KNF deyilən pir var, KNF var, sırf belə spastik uşaqların KNF var. KNF ukrajniyalar var, sırf onlarla işləmə öyrədəcək, bu spastikanı necə götürmək üçün işləməlisiniz. Onlar işləyəcəksiniz nə? Yaxşı olar ki, elə bu valideynlər gəlsin Tərana xanım. Çünki bunlar уже biləcəklər söhbətindən gelir. Təzə valideyn qoşulanda... Əvvəlkilər bir də indi. Hə, əvvəlkilər, indikilər də, yəni təzə valideynlər, onlar уже bilmirlər. İnformasiyaları yox. Çox şeylərdə, onlar уже maşallah, çox məncə daha çox informasiyanız oldu da, nə qədər nə öyrədə bildiysə artıq bilmirəm, nə qədər nə götürə bildiniz. Yaxşı olar ki, hə, bax o spastikalarla işləmə texnikaları çox yaxşıdır onlar, spastikalarla. Və daha yaxşı olur ki, onun uşaq vaxtı, uşaqlarda balaca vaxtından işləyəsən. Artıq biraz yaşları ki, böyüdü, o zaman daha çətin olur işləmək. Amma nə olur olsun, müalicələrin xeyrini görürsən. Əlbəttə. Ən azından müalicələr yaxşıdır. Siz nətədir? Bütün müalicələrin hamısı nə üçün səfərbər olunur? Əzəl qrupları işləməyə təbii ki, olacaq, mütləq olacaq. Yəni, burada bu beynin zədəsidir. İstər-istəməz o plastilin deyil, gil deyil, əlinizlə nətər var düzəldir. Bir də ki, hər uşaq beyin necə cavab verir. Bu cavab vermə etapı var, 3 etapdan keçir. Beyin ümumiyyətlə xaricdən aldığı qıcığı cavab verməyi 3 etapdan keçir, cavab verənə qədər. Birinci etapda budur ki, biz nəsə bir prosedur eləyəndə, tutaq ki, beyinlə bütün fikri yönəlir həmin prosesə birinci etapda. Beyin düşünür ki, bu yönəldi ora, fikir oraya getdi. İkinci etapda, artıq dəqiqələr artdıqca, prosedurun dəqiqələri, idmanı dəqiqələrini artırdıqca, artıq beyindən təxmini aydın olur ki, bu məndən nə istəyir, kənardan olan qıcıq. Üçüncü etapda artıq beyin hazırdır sənə cavab verməyə. Amma sizin uşaqlarda ki, bu sinir impulsları, bu sizdəki beyin zədəsi olduğuna görə bu həm də onurğa beyin zədələrinə də aiddir. Bu həm də kəllə beyin travmalarına da aiddir yəni. Sonuçta bu formalaşmış məhdudiyyətlikdən söhbət gedir. Fərqi yoxdur orada. Onurğa beyin zədəsi ola bilər, baş beyin zədəsi ola bilər. Burada fikir verirsinizmi? Mərkəzi sinir sistemi və periferik sinir sistemi var. Mərkəzi sinir sistemi kəllədir, kəllə boşluğunda, bir də onurğa kanalı yerləşən onurğa beynidir. Periferik sinir sistemi isə kəllədən və onurğadan uzaqlaşan sinirlərdir, hansı ki bizim əzələlərimiz bu sinirləri idarə edir. Və sizdə bu yollarda qırılır, bu yollarda yox da mərkəzdə zədə var. Mərkəzdə oyanıqlıq azalıbdır ki, bu sinirlər idarə etməyə hazırdır. Sizin uşaqlarınızın əzələlərində bu sinir lifləri var, amma siqnal beyindən gəlir axı ora. Beyində o siqnal zəifdir deyə çox ləng gedir, çatır. Ona görə də onlarda o əzələlərdə həmin o problemlər yaranır, əzələr qruplarında işləməklə. Bəzində oyanıqlıq çox olur, spastik olur, bəzilərində oyanıqlıq az olur, əksinə hipotonus olur. Əzələrin 2 halı var da, hipotonus halı var, 3 halı. Hipotonus halı var, hipotonus halı var, bir də normatonus halı var. Sizdə bəzi vaxt, məsələn, Nərmin xanım uşağında bir tərəfdə hipertonusdur, bir tərəfdə hipotonusdur. Yəni, smeşinli olardır. Çünki beyin yarım kürəsi biri-birinə cavab deyil.
bir yarım kilo başqa bir bölgəyə cavab deyil, bir yarım kilo başqa bir cavab deyil. Çarpaq, bəli. Onlar bir-birlərinə qarışmırlar. Ayrıca yarım kilolər bölünür də bilirsiniz onlarda. Ona görə sizdə bu uşaqlarda niyə çətin alınır hər şey? Çünki beyində o həmin bu siniri işlədən, zayatka edən, qığılcımlar yaradan mərkəzlər zədəlidir. Sinir neyronlarında zədəlidir. Sinaps əlaqələri zəifdir orada. Yəni sinaps əlaqəsi nədir? Xəbər aparan bu neyrondan digərinə xəbəri aparır. Bu neyrondan digərinə xəbəri aparır. Ona görə də bizim uşaqlarda o üç etaplı ki var beynin qəbul elədiyi, onlar çətin gedir. Nəinki sağlamdır adamlarda. Məsələn, əqli problemi olan uşaqlarda da onun kimi. Sizdə məsələn, autizm tamam başladı. Sizin autizm fiziksel olaraq, sizdə əqli geri qalır. Əqli başladı. Autizm geriliyir orada. Yox, əqli geri danışır. Autizm ayrı diaqnozdur, əqli geri ayrı. Əqli gerilikdir, beyin inkişafının ləngiməsi. Yox, danışır Beyin sözü inkişaf deyil. ləngiməsi. Türk sözləri. Tamam. Beyin inkişaf ləngiməsi. O autizmdə beyin inkişaf ləngiməsi o deməkdir ki, beyin lazım bir formada hələ inkişaf edəməyində qırışlar var, yarım kürələri var, payları var, alın payı, geri təpə payı, dişən payı, ağza payı, onlar tam olaraq inkişaf edəməyibdir. Autizmdə isə sinaps əlaqəsi pozulur. O iki qığılcım ki olmalıdır, iki neyron var da, aksonlar var, sinir hüceyrələri, neyronlar, onlar birləşməlidir, bir-birlərinə xəbər verirlər ki, nə etməyini istəyir və onu icra edir uşaq. Amma autizm uşaqlarda bu əlaqə yoxdur. Sinaps əlaqəsi çox zəifdir. O dediyim kimi, o üç etaplı ki var, bədən beyin gözləyir, görür nə istəyir mən. Amma beyin əlaqələndirən neyronlar zədəlidir də, yəni əlaqəsi yoxdur deyə, o cavab verə bilmir deyə uşaq donuq qalır. Danışmır, nitq mərkəzində olur problem. Ona deyək, o nitq qüsuru deyil. Onda o nitq qüsuru deyil. Danışmamaqda var, nitq qüsuru var. Bir var, arxa payda anlama var. Ön payda isə danışmağı təmin edən mərkəz var. Onda o anlama mərkəzi zədələridir. Arxa payda, ən səri. Analiz qabiliyyəti azalır da. Ana bətnində olan hadisə, olan şey verir da, sonradan olmuyor. Yəni ana bətnindən gəlir. Ana bətnində nə olmuşdu siz hamile olandan? Heç nə, belə bir şey olmuyor. Prosta öz qaynanam narahat idi. Həmişə bezdirirdim. O əvvəlkilərə başa sürmür, o da təzə çıxır. Gəlini əvvəlkilərə iki zülmünü verir. Həmişə olur belə şey. Uşağa görə çəkir, o hamile olanda uşağa məsəlsiz xəstələrdən almadılar. Ondan sonra mənim uşağım çək göz oldu. Uşaq evləri deyildi, iki uşaqları var. Yenə də həmən ana, həmən sözü deyir. Onu əməliyyat edir. Mən ayıq olanda dişim bəlkə ilhamlamışdı, ölürdüm. Apardı, həkimə getdi, dimdirol vurdu, yarım qram çəkdi. İndi qaynım deyir, nə oldusa dimdiroldan sonra oldu. Sən hamilə vaxtı yoxdur. Doğrudan hamilə vaxtı dişləri çəkməzlər. Elimdən şəkil çəkdi, şey olmuz yox. Amma iş arasındakı bütün dişlər kalsium azlığından hamilə vaxtlarında başlayır. Dişlər tökülür. Deyir, nə oldusa dimdiroldan. Mən hormonlu dövdüm. Biz deyə bilmirik nə ola bilər. Deyir ki, yaşlı uşaq. Mənim bir dənə xəstəm vardı, indi böyük qız var. O, anası çox rahat, gözəl bir hamiləlik keçirirdi. Uşaq deyəsən 7 aylıq etmişmi, 8 aylıq etmişmi qarnında. Qonşuda bir hadisə baş verir, bir cavan doğulan qəza olur. Ondan deyir, necə həyəcanlanır, uşaq qarnında daşa döndüyünü istəyir. Onda deyir, bildim ki, bu uşaq nəsə olacaq. Doğulur uşaq, iflic də olur. Deyir, mən onda mütləq istəyirdim uşaq, çünki hipoksiya, spastika yaranır. Gərgin uşaqlığın tonusu artır, qan dövranı bloklanır. 5 dəqiqə uşağın beyninin pozulur, 5 dəqiqə bəsir. O 5 dəqiqəni atlatdı, kim şanslıdır, hansı uşaq? O 5 dəqiqəni atlatır, doğuş zamanı olan hipoksiya. Beyninə 5 dəqiqə qan getmir, 5-7 dəqiqə Oksigen getməsə? Oksigen çıxmır. Ananın deyil, ana gərginləşib, gərginlik uşağın tonusu artır, uşağı sıxır. Ondan da beynə boğulur. 5 dəqiqə sizin uşaqların günahkarlığı olur. 5 dəqiqə. Bir dənə sual verə bilərəm Aynur xanım. O ləkə olur, qan kimi belə üzündəmi, boynunda, qolunda. Mən bacıma məsələn belə qol. O tibbi əsası var onun, yoxsa deyirlər məsələn anam ziyarətdə pirin altından keçəndə qolunu da qaşıyıb, nə dalaq yeyib, belə eləyib. Sadəcə olaraq gemangiyom olan. Məsələn, uşaq
vaxtı mən dedikcə qırmızı qalma. Yox, bu bankadır, bu indi bankadır. Bir şeydi tam. Bak qaynanamda o, mən qızımda o, mən anamda o. Onlar da birinin gözünü burasına, qızım da belli. Mən yay uşağı olmuşam, mamam deyirdi ki, nesə cüzat işlikdir, xəstəxana deyir, atam bir-birinə qalxdı ki, bir uşağa baxa bilmirsin, bir uşaqdır, cəmatın uşağı doludur. Yox, bunun üzünü nəsə dişləyib, uşağa baxmamısınız, niyə dik, nəsə dişləyib. Sonra delivi gəldik, gördük ki, yox, mazdat yazdılar, deyirlər, yəqin dişləyib. Belə baxdı, qırmızı belə qızdır, qıyanaq qız idi belə. Haradasa bir 30 yaşına zatdan sonra unuttum, getdi. Şüyəndə göyərir. Üşüyəndə göyərir, yayda qızarır. Gün göy olur. Mənim bacım deyir ki, buradan Mən ət rəngi olan qıpqırmızı şəklində göstərir. Böyle de O beyin, tamam, bax o ləkə başqa, o beyinlə əlaqədar olan problemlərdədir. O beyin problemləri olanda nevroloqlar onu bilir.